Salam, xoş gördük dəyərli Təhsil TV izləyiciləri. Bugünkü buraxılışımızda təhsil sahəsində baş verən mühüm yenilikdən danışacağıq. Məlum olduğu kimi, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən artıq təhsil haqqında olan dövlət sənədləri elektron formatda təqdim olunacaq. Bu məqsədlə studiyamızda qonaq var. Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin şöbə müdürü Cavad Mustafazadə bugün bizim suallarımızı cavablandıracaq. Cavad müəllim, xoş gəlmisiniz. Təşəkkür edirəm dəvətiniz üçün. Cavad müəllim, artıq məlumdur ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən bütün təhsil haqqında sənədlər, dövlət sənədləri elektron formatda təqdim olunacaq. Və bundan sonra attestatlar, diplomlar, sertifikatlar və onlara əlavələr elektron formatda vətəndaşlara təqdim olunacaq. Deyə bilərsinizmi, bu qərarla hansı qaydalar artıq dəyişdirilir? Nazirlər Kabinetinin 7 yanvar tarixli qərarları ilə təhsil haqqında dövlət sənədlərinin təsviri və onların verilməsi qaydaları, eyni zamanda təhsilini başa vura bilməyən şəxslərə təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsilini başa vura bilməyən şəxslərə arayışların verilməsi qaydaları təsdiq edilmişdir. Müvafiq olaraq həmin qaydaların təsdiqi ilə bu ildən artıq Azərbaycan Respublikasının ərazisində kağız formada təhsil sənədlərinin verilməsi dayandırılmış olur və bu qərarın təsdiqi ilə artıq vətəndaşlarımız təhsil müəssisələrini, istəyər ümumi təhsil müəssisəsi olsun, istəyər ali təhsil müəssisəsi, peşə təhsili, orta ixtisas təhsil müəssisəsi təhsilini başa vurduqdan sonra əldə etdikləri yekun sənəd yalnız elektron sənəd formatında olacaq. Bəs qeyd etdiyiniz elektron sənədlər hansı sistem üzərindən formalaşdırılacaq bu barədə zəhmət? Ən aktual suallardan biridir. Elm və Təhsil Nazirliyinin təhsil mərkəzləşdirilmiş informasiya sistemi var. Bu sistem təhsil haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq yaradılmış, eyni zamanda fəaliyyət göstərməkdədir. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələri, elmi təşkilatlar, səhiyyə müəssisələri bu sistemə qoşulmalı və sistemdən istifadə etməlidirlər və onlarda təhsil alan şəxslərin məlumatlarının bu sistemdə vaxtında düzgün və tam formada işləməlidirlər və diplomların da təhsil müəssisələri tərəfindən təhsil alanların məlumatları bura işlənilir və nəzərdə tutulur ki, təhsil haqqında elektron sənədlər də işlənilən məlumatlar əsasında təhsil mərkəzləşdirilmiş informasiya sistemində avtomatik formalaşdırılsın və bu sənədlərin verilməsi prosesi sürətləndirilsin. Bəs bu sənədlərə vətəndaşlar necə çıxış əldə edəcəklər? Demək, birinci versiya odur ki, təhsil mərkəzləşdirilmiş informasiya sistemində yaradılan bu sənədlər Elm və Təhsil Nazirliyinin rəsmi veb-saytı olan Edi-Qovaz üzərindən sənədlərin yoxlanması bölməsi vasitəsilə təqdim olunacaq. Şəxslər sənədin müvafiq identifikasiya məlumatlarını burada həm şəxsin özü və ya da şəxs hər hansı sənədini digər işə götürənə bir təqdim eləyərsə, həmin işə götürən o sənədin təqdim olunan sənəd əsasında onun müvafiq identifikasiya nömrələrini yazmaqla Edi-Qovaz vasitəsilə yoxlayacaqlar. Yəni Edi-Qovazda bu sənəd hər kəsə əlçatan olacaq. Eyni zamanda Elm və Təhsil Nazirliyinin portal edalası platforması üzərində də şəxsi kabinetlərində şəxslərə bu məlumatlar əlçatan olacaq. Ən önəmli məsələlərdən biri də elektron hökumət informasiya sistemi üzərindən bu məlumatlar əlçatan olacaq və həm elektron hökumət informasiya sistemi üzərindən əldə olunan məlumatlar da eyni zamanda təhsil sənədlərinə bərabər nəzərdə tutulan məlumatlar olacaq. Cavad müəllim, bəs deyə bilərsinizmi, bu elektron sənədlərin təhlükəsizliyi necə təmin olunacaq? Suala görə təşəkkür edirəm. Bu sual aktual mövzulardan biridir və cəmiyyətdə nizam-intizamın qorunması, cəmiyyətdə stabilliyin qorunması baxımından da məlumatların təhlükəsizliyi rəqəmsal mühitə keçid dövründə ən aktual məsələlərdən biridir. İlk növbədə bildirək ki, bu məlumatların, yəni təhsil məlumatlarının, təhsil haqqında dövlət sənədləri məlumatlarının hökumət buludunda saxlanması nəzərdə tutulur və hökumət buludunun təhlükəsizliyi səviyyəsində bu məsələ qorunacaq. Yəni ən yüksək səviyyədə məlumatların qorunması həyata keçiriləcək. Bundan əlavə olaraq məlumatların ehtiyat nüsxəsi saxlanılacaq və bu ən önəmli təhlükəsizlik məsələlərindən biridir. Digəri isə məlumatlara çıxış imkanlarının məhdud şəxslərdə olmasıdır. Hətta o şəxslərin də məlumatları silmək hüququnun məhdudlaşdırılması ilə icazələrin verilməsi nəzərdə tutulur.
Cavad bəy, bəs qeyd edə bilərsinizmi? Biz normalda alışdığımız kağız daşıyıcıda gördüyümüz diplomlar, sertifikatlar, yəni bunların elektron formatda verilməsi eyni hüquqi qüvvəyə malik olacaqmı? Yəni elektron şəkildə olan sənədlər də kağız daşıyıcıda olan Sual aydındır. Təbii ki, bu təhsil haqqında dövlət sənədlərinin elektron sənəd formasına verilməsi də qanunvericiliklə tənzimlənir. Biz sadəcə olaraq qanunvericiliyi, yəni dövlət səviyyəsində dəyişmişik. Təhsil haqqında Azərbaycan Respublikasının qanununun 27.1-ci maddəsinə görə təhsil haqqında dövlət sənədləri elektron sənəd forması, təhsil mərkəzləşmiş informasiya sistemində yaradılan elektron sənəd formasında verilir. Eyni zamanda təhsilin müxtəlif səviyyə, təhsil pillə və səviyyələrini başa vura bilməyən şəxslərə də təhsil arayışlar da həmin qanun, təhsil haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq elektron sənəd formasında verilir. Və bu elektron sənəd forması qanuna əsasən tənzimlənir və tam hüquqi qüvvəyə malikdir. Köhnə kağız daşıyıcıdakı olan sənədlərin eyni hüquqi qüvvəyə malikdir və gələcəkdə kağız daşıyıcıda olan sənədlərin də yavaş-yavaş müəyyən bir proses olaraq elektron sənəd formasında yaradılması ilə bağlı vətəndaşların müraciətləri qəbul olunacaq. Bəs bu duplikatların verilməsi və yaxud da hansısa diplomların ləğvi, bu proses necə tənzimlənəcək? Sözgedən qaydalar, yəni qüvvəyə minən qaydalar, həmçinin diplomların ləğvi, təhsil haqqında sənədlərin ləğvi və onların duplikatlarının verilməsi məsələsində nəzərdə tutur. Diplomların duplikatlarının verilməsi yalnız kağız daşıyıcıda olan diplomların, yəni yeni nüsxəsinin verilməsini əhatə edirdi əvvəlki dövrdə. İndiki dövrdə belə deyək də, bu diplomlar elektron sənəd formasında da onların itməsi mümkün deyil. Ona görə də onların duplikatının verilməsi də nəzərdə tutulmur. Amma köhnə illərdən olan məzunlarımız ki var, onlar bizə müraciət edə bilərlər. Yəni bunun üçün elektron ərizə sistemi olacaq. Həmin elektron xidmət vasitəsilə vətəndaşlar müraciət edəcəklər ki, misal üçün ola bilər ki, diplomu itib, məhv olub və yaxud da korlanıb və yaxud da ki, arayış alıbdır, təhsilini başa vura bilməyib, arayış alıbdır, həmin arayış itibdir və yaxud da məhv olubdur, korlanıbdır. O halda vətəndaş elektron kabineti ilə müraciət edəcək. Müraciət əsasında müvafiq təhsil müəssisəsi tərəfindən onun müraciətinə baxılacaq və müraciətin nəticəsi olaraq əgər onun qanunvericiliyə uyğun olaraq bir yoxlamalar həyata keçiriləcək. Əgər onun hüququ çatırsa, artıq diplom həqiqətən onun diplom hüquqi qüvvəyə malik olubsa, ona yeni elektron sənəd veriləcək. Elektron şəkildə təqdim olunacaq. Bəli, elektron sənəd formasında veriləcək. Bəs müxtəlif səbəblərdən təhsilini başa vura bilməyən, tamamlamayan şəxslərlə bağlı bu prosesdə elektron sənədlər necə təqdim olunacaq? Bu prosesdə tam olaraq elektron sənədlər kimi, yəni qaydalarla tənzimlənir. Təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsilini başa vura bilməyən şəxslərə arayışların da elektron sənəd formasında verilməsi nəzərdə tutulur. Bu sənəd necə imzalanacaq? Şəxs təhsilini başa vura bilmədi. Misal üçün, tutaq ki, ali təhsil müəssisəsində təhsil alan bir tələbədir. Təhsilini birinci kursdan yekunlaşdırır və təhsilini davam etdirmək istəmir, xaric olunur. Bu zaman o əvvəlki həmin dövrdə bir il müddətində təhsil aldığını əks etdirən arayış istəyir və daha doğrusu arayış təhsil müəssisəsi tərəfindən elektron təhsil mərkəzləşmiş informasiya sistemində elektron sənəd formasında yaradılaraq şəxsin kabinetinə və elektron hökumət informasiya sisteminə yerləşdiriləcək. Yerləşdiriləcəkdir. Allah, çox sağ olun. Əslində ehtiyac var idi rəqəmsal mühitə keçməkdə. Həm də qeyd elədiyiniz kimi təhsilin bütün sahələrində bu artıq özünü göstərir və təhsil haqqında dövlət sənədlərinin də elektron şəkildə təqdim olunması həqiqətən də mühüm yenilikdir. Bəs bu təhsil sisteminə nə dərəcədə təsirini göstərəcək? İstəyərdim bizə bu barədə. Bu suala görə təşəkkür edirəm. Əslində ən əhatəli və ən geniş suallardan biridir. Bunu mən 3 istiqamətə bölərək cavablandırmaq istəyirəm. Birinci növbədə bu cəmiyyətə və təhsil sisteminə verəcək və vətəndaşa, yəni bu istifadəçiyə nə verəcək və bu sənədi hazırlayıb təqdim edən təhsil müəssisələrinə nə verəcək. Ümumi olaraq dövlətimiz və ümumiyyətlə dünyamız üçün ən önəmli məsələ odur ki, bu bir kağız kütləsinin istehlakından söhbət gedirdi burada. Bu ən azından yığışdırılacaq. Bu şablon olsa da bunu səsləndirməliyik. Bundan əlavə olaraq təhsil sənədlərinin kağız daşıyıcıda verilməsi
Elm və Təhsil Nazirliyinin xeyli sayda əməkdaşının belə deyək ki, bu prosesə cəlb olunurdu. Onlar o sənədlər gəlirdi, anbarlarda saxlanılırdı, eyni zamanda onlar sifariş olunurdu, onlar çap olunurdu. Ora müəyyən bir böyük bir fiziki işçi qüvvəsi işləyirdi. Eyni zamanda burada logistika xərcləri də var idi. Yəni bu elektronlaşdırma tamamilə bu xərclərdən dövləti belə deyək azad eləyəcək, xərclərin azalması ilə nəticələnəcək. Təbii ki, digər istiqamətdən müəyyən xərclər yaradır, bu buludda məlumatların saxlanması və s. Amma bu xərclər kağız daşıyıcıya sərf olunan resurslardan daha azdır. Önəmli məsələlərdən biri, birinci növbədə bu vətəndaşlara nə fayda verəcək? Bu məsələyə də toxunaq. Vətəndaşlar üçün, misal üçün, əvvəlki dövrdə kağız daşıyıcısı olan sənədlərə məlumatlar xəttatlar tərəfindən təhsil müəssisələrində bir çox hallar əsasən demək olar ki, əllə yazılırdı və bu prosesi gecikdirilməsinə səbəb ola bilirdi. İndiki dövrdə isə bu məlumatlar müəssisə tərəfindən tələbənin oxuduğu müddətdə onun məlumatları, qiymətləri daxil ediləcək və sistem 4 ilin, yəni tələbənin son məlumatı daxil edildikdən sonra, yekun attestasiya qiyməti daxil edildikdən sonra avtomatik bir diplom formalaşdıracaq və onun əlavəsini formalaşdıracaq və müəssisə o məlumatları təkrar emal edib yoxladıqdan sonra Elm və Təhsil Nazirliyi tərəfindən də bu məsələyə sistem yəni üzərində bir münasibət bildirildikdən sonra şəxsin diplom verilməsi prosesi xeyli sürətlənəcək. Hansı ki, bu kağız daşıyıcıda bildirdiyim kimi müəyyən gecikmələrə səbəb ola bilirdi və müəyyən hallarda şikayətlərlə nəticələnirdi vətəndaşlar tərəfindən. Digər önəmli məsələ, şəxslər artıq, misal üçün, adlı bir şəxs məzun olur, xaricə gedir. Xaricdə işə qəbul üçün diplom təqdim eləməlidir. Bir də yadına düşür ki, o diplomu özü ilə gətirməyib. Evə zəng vurur, oradan diplomu ya göndərtdirməlidir poçt vasitəsilə və yaxud da ki, onun notarial qaydada kağızını çap eləyib, tərcümə eləyib, imzalayıb təqdim etməlidirlər. Bu proses olmayacaq. Şəxs xaricə gedibsə, həmin təhsilini davam etdirmək üçün sənədi elektron formada təqdim edə biləcək. Yəni, eyni zamanda əvvəldə bildirdiyim kimi yoxlama mexanizmi var. İstər MyGov üzərindən olsun, istər bizim Eduqovas portalı üzərindən olsun, xaricdə də istənilən şəxs girib bu rəsmi mənbələrdən məlumatları yoxlaya biləcəklər. Eyni zamanda Azərbaycan Respublikasında işə qəbul olan şəxslər artıq bu sənədi ayrıca təqdim etməyəcəklər. Qəbul zamanı diplomun identifikasiya nömrəsini və ya şəxsiyyət vəsiqəsi məlumatını təqdim eləməklə sorğu imkanı olacaq. Yəni, şəxs girib, işə götürən girib məlumatı yoxlayacaq Eduqovazdan və yaxud da MyGovdan və əl çatan olur. Belə deyək də, diplomun özünlə gəzilməyə artıq zərurət olmayacaq. Bu da məncə vətəndaşların işini xeyli asanlaşdıracaq. Bundan əlavə olaraq da ən önəmli məsələlərdən biri təhsil müəssisələri üçün əhəmiyyəti ondan ibarət ki, hər il diplomların verilməsi prosesi zamanı təhsil müəssisələri müvafiq blankların alınması ilə bağlı bir prosesə cəlb olunurdular. Onlar nazirliyə müraciət edirdilər, nazirlikdən müvafiq əməkdaşlar gəlirdi, o blankları aparırdı, sonra onlar onu işləyirdilər. Məlumatları daxil edilməsinə müəyyən bir vaxt alırdı. Artıq bunlar, bu proseslərin hamısı onlar üçün aradan qalxmış olacaq. Sadəcə onlar üçün olan əhəmiyyətli məsələ odur ki, onlar vaxtlı-vaxtında tələbələrin məlumatlarını elektron sistemi işləyəcəklər və işlədikdən sonra tələbə məzun olduğu dövrdə avtomatik o məlumat generasiya olunacaq. Sadəcə onlar bir yekun baxış eləyib, sonra gücləndirilmiş elektron imza vasitəsilə imzalayıb elektron sənədi yaradacaqlar. Və bu elektron sənədin də yoxlanması mexanizmləri dediyim kimi MyGovdan əl çatan olacaq bu elektron sənədləri, eyni zamanda Eduqovazdan və elektron sənədin yoxlanması mexanizmi ilə bağlı ayrıca veb saytları da var. Oradan da həmin hansı şəxs tərəfindən imzalanıb, hansı tarixdə imzalanıb, bunların yoxlanması mümkün olacaq. Əla, çox sağ olun. Təbrik edirəm. Sizə bu prosesdə uğurlar arzu edirəm. Cavablarını bilirəm, sizin də üzərinizdə böyük bir məsuliyyət var. Təşəkkür edirəm ki, vaxt ayırıb bizim studiyamızda suallarımızı cavablandırmaq üçün gəldiniz. Uğurlar sizə. Siz sağ olun, çox sağ olun. Dəyərli izləyicilər, bugün mühüm bir xəbərdən, mühüm bir məlumatla bağlı müzakirə etdik. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Cavad Mustafazadə ətraflı, geniş şəkildə sənədlərin, təhsil haqqında dövlət sənədlərinin elektron formatda təqdim olunması ilə bağlı bütün suallarımızı cavablandırdı. Növbəti verilişlərdə görüşənədək sağ olun.